Salam izləyicilər, bugün biz sizlə əsas indekslərindən olan əvəzlik haqqında danışacağıq. Əvəzliyin tərifi bu cür tərifini verək ki, əvəzlik adından da göründüyü kimi nəyisə əvəzləyir. Bəs o nədir? Əvəzlədikləri bütün əsas nitq hissələrini əvəz edir. Bütün əsas nitq hissələrini əvəz edən əsas nitq hissəsinə əvəzlik deyilir. Bəs biz hardan biləcəyik ki, əvəzlik hansı nitq hissəsini əvəz edib? Məsələn, gəlin belə bir cümlə yazaq. Tutaq ki, eyni söz. Necə söz? Eyni söz. Burada eyni hansı sualına cavab verdi? Necə sualına cavab verdi və sözü izah edir. Deməli, bu nədir? Yenə də əvəzlikdir. Amma nəyi əvəz edib? Sifəti əvəz edib. Sifəti. Və yaxud həmin adam, necə adam, hansı adam daha doğrusu, həmin adam, yenə də sifəti əvəz edib. Qısacası, yerinə söz qoyursunuz və görün, o yerinə qoyduğunuz söz hansı nitq hissəsidirsə, əvəzlik də həmin o nitq hissəsini əvəz edib. Əvəzliyin quruluş növlərinə gəldikdə isə, əvəzliyin quruluşsa digər nitq hissələri kimi 3 növ var. Sadə, düzəltmə və mürəkkəb. Sadə əvəzliklər odur ki, bunu artıq bilirsiniz. Bundan axırıncı nitq hissəmizdir və bundan əvvəl də bilirsiniz ki, sadə nitq hissəsi, sadə söz odur ki, onda leksik şəkilçisi olmasın. Məsələn, mən, sən, nə, hara, hamı və s. Düzəltmə əvəzliklər isə odur ki, onda leksik şəkilçisi olsun. Məsələn, kimsə, kim sözündən kimsə yaranıb. Biri, bir sözündən biri yaranıb. Neçənci, neçə sözündən neçənci yaranıb və s. Mürəkkəb nitq hissəsi, mürəkkəb əvəzlik. Mürəkkəb əvəzlik isə iki və daha artıq sözün birləşməsinə yaranır. Heç kim, heçlə kim, filanla kəs, nə və qədər sözləri mürəkkəb əvəzliklərdir. Və artıq sadə düzəltmə mürəkkəbdə demək olar ki, inanmıram ki, artıq səhviniz çıxa, amma yenə də diqqət etdiyiniz məqam o olmalıdır ki, leksik şəkilçisi varsa düzəltmədir, yoxdursa sadədir və iki və daha artıq sözün birləşməsinə yaranıbsa, bu da mürəkkəbdir. İndi keçək əvəzliyin məna növlərinə. Əvəzliyin məna növlərindən birincisi hamınıza tanış olan şəxs əvəzliyidir. Şəxs əvəzliyi rahatdır. Mən, sən, o, biz, siz, onlar. Bunu elə məktəb vaxtından da əzbər bilirsiniz. Amma şəxs əvəzliyi haqqında bəzi məsələləri sizin nəzərinizə çatdırım ki, şəxs əvəzliyi ilə ismin arasında bəzi oxşar və fərqli cəhətlər var. Oxşar cəhətlər odur ki, hər ikisi hallanır. Məsələn, mən, mənim, mənə, sən, sənin, sənə, biz, bizim, bizə və s. Həmçinin isimdə bilirik ki, kitab, kitabın, kitaba hallanır. Hər ikisi mübtəda, tamamlıq və xəbər ola bilir. Məsələn, mübtəda kimi işlədək, mən qapını döydüm. Kim? Mən. Tamamlıq kimi, məni çağırdılar. Kimi? Məni. Xəbər kimi işlədək, qapını döyən mənəm. Kimdir? Mənəm. Xəbər kimi də işlətdik. Hər ikisi təkdə və cəmdə olur. Düz istisnamız var indi deyəcəm. Məsələn, sizlər, onlar cəmdə olur. İsimdə kitab, kitablar olur. Hər ikisi kim və nə sualına cavab verir. Bunlar ancaq oxşarlardır. Kim və nə sualına cavab verir. Bəs əvəzlikdə nə sualına cavab verən nədir? O, üçüncü şəxsin təki olan o əvəzliyidir ki, nə sualına cavab verir. Sonra hər ikisi xəbərli şəkilçisi qəbul edə bilir. Mən bayaq xəbərdə işlətdim onu. Məsələn, mənəm, odur, kitabdır, qələmdir. Həm əvəzlikdə, həm isimdə biz bunu gördük. Bunlar ismin və şəxs əvəzliyinin oxşar cəhətləridir. İndi isə isim və şəxs əvəzliyinin fərqli xüsusiyyətlərinə baxaq. İsim konkret və mücərrəd olduğu halda şəxs əvəzliyinin belə bir funksiyası yoxdur. Bu konkret şəxs əvəzliyidir, bu mücərrəd şəxs əvəzliyi deyə bilmərik. İkincisi, isim əşyanın adını bildirir, özünü bildirir. Amma şəxs əvəzliyi sadəcə onu əvəz edir. Sadəcə əvəzliyi və salam. Şəxs əvəzliyi sonra ümumi xüsusi ola bilmir. Şəxs əvəzliyi kim və nə sualına cavab versə də, hara sualına cavab verə bilmir. Və bayaq dediyim kimi, mən və sən əvəzlikləri cəmlənə bilmir. Biz əvəzləri, məsələn, bizlər, sizlər, onlar cəmlənirlər.
Amma mənlər və sənlər deyə bilmərik. Bunlar mən və sən əvəzlikləri cəmlənə bilmir. Şəxs əvəzliyi haqqında bu qədər kifayət eləyər. Keçək indi qeyri-müəyyən əvəzliyi haqqında. Qeyri-müəyyən əvəzlik, bu qeyri-müəyyən sözü artıq sizə tanışdır. Konkret olmayan əşyanın yerində işləyən əvəzliklərə deyilir. Məsələn, hamı. Bilinmir hamı. Deyir ki, hamı ora yığışmışdı. Kim hamı? Bax, burada hamı nəyə əvəz elədi? Hamı burada ismi əvəzlədi. Kim yığışıb? Hamı. Hərə əlinə bir kitab götürüb gəlmişdi. Kim gəlmişdi? Hərə. Hərə ismi əvəz edib. Biri, kimsə, filan kəs, heç nə, heç kəs, bəzi, nəsə, hər kəs və s. Bunların hamısı qeyri-müəyyən əvəzliklərdir. Bu əvəzliklərdən kim isə və nə isə, kimsə yox ha, kimsə başqadır, kim isə və nə isə hallanmır. Kim isə, nə isə. Və bu kim isə demişkən, kimsə əvəzliyi isəsiz, kimsə, qısa. Kimsə əvəzliyi bəzi məqamlarda mənasını dəyişir. Mənasına görə dəyişir. Bəzən qeyri-müəyyən şəxs mənasında işlənir. Elə bil kimsə ona gizli formada dəstək olurdu. Bax, buradakı kimsə bilinmir kimin olduğu. Yəni, sanki hər hansısa bir adam. Elə bil kimsə ona gizli formada dəstək olurdu. Hər hansısa bir adam. Bilinmir o adamın kimliyi. Amma bir də heç kəs mənasında, yəni inkarlıq mənasında işlənilir. Səndən savayı kimsə mənə yardım etmir. Səndən savayı heç kim mənə yardım etmədi. Bir məqamda testdə qabağınıza çıxar, qeyri-müəyyən şəxs mənasında düşünülə bilir və yaxud heç kəs mənasında, heç kim mənasında işlənir. Cümlənin məzmununa baxanda artıq onsuz da onu həmin cümlədə tapacaqsınız. Bu da qeyri-müəyyən əvəzlik haqqında. İndi isə danışaq işarə əvəzliyindən. İşarə əvəzlikləri hansılardır? O, bu, elə, belə, həmin, bəzən həmən, haman da rastınıza çıxar. Amma həmin sözünü yadınızda saxlamanız kifayətdir. O, bu, elə, belə, həmin. Bunlar işarə əvəzliyidir. Və işarə əvəzliyi sifətin suallarına cavab verir. Düzdür, bəzən görəcəksiniz elə, belə sözləri zərfi də əvəz edir, amma əsasən bunlar sifəti əvəz edirlər. Yəni, işarə əvəzliyi kim, nə sualına cavab vermir. Düzdür, belə sözü, məsələn, belələri, kim, belələri ismin suallarına cavab verir. Amma təklikdə ismin suallarına cavab vermirlər. Sifətin suallarına, yəni necə, necə suallarından birinə cavab verirlər. Və o və bu əvəzliyi, hələ ki ikisini deyirik, çünki dedik elə belə əvəzliyi, birazdan görəcəksiniz, zərfi sualına cavab verir. O və bu əvəzliyi demək olar həmişə sifətin yerində işlənir və sifəti əvəz edir. Və yadınızda saxlayın. O əvəzliyi sifəti əvəz edibsə, işarə əvəzliyidir. Axı bizim o əvəzliyimiz var, bir dənə də şəxs əvəzliyi. Bilmək üçün ki, işarə əvəzliyidir, yoxsa şəxs əvəzliyidir. Baxın, görün orada. O əvəzliyi necə sualına cavab verirsə, bu olur işarə əvəzliyi. Yox, kim, nə suallarından birinə cavab verirsə, bu olur şəxs əvəzliyi. Məsələn, deyək ki, o gəldi. Kim gəldi? O gəldi. Burada artıq kim sualına cavab verir. Deyirəm ki, o kitab maraqlıdır. Hansı kitab? O kitab. Yaxud buradakı misal kimi, o dağlar çox gözəldir. Hansı dağlar? O dağlar. Artıq hansı sualına cavab verirsə, biz ona şəxs əvəzliyi demirik, işarə əvəzliyidir. İndi gəlin baxaq işarə əvəzliyindən sonra, yəni odan budan sonra daha doğrusu vergülün qoyulmasına. O və bu əvəzliyi, mübtəda rolunda çıxış etsə, ola bilər mübtədanı bilmirsiniz, qarışdırırsınız, kim nə suallarından birinə cavab verirsə, gəlin belə deyək. O və bu əvəzliyi, kim və nə suallarından birinə cavab verirsə, ondan sonra vergül qoyulur. İstisnamız var, birazdan deyəcəm. Məsələn, o bugün Həsəngildə qalacaq. O bugün Həsəngildə qalacaq. Sonra kim o? Bu Fəridin qələmidir. Nə? Bu. Görürsünüz, kim və nə suallarından birinə cavab verirsə, ondan sonra vergül qoyulacaq. Amma istisnamız var təbii ki. Əgər o və bu əvəzliyi kim və nə suallarından birinə cavab verirsə, yəni mübtəda rolunda çıxış edirsə, amma ondan sonra əvəzlik
feil və köməkçinin hissəsi gəlsə. Nə gəlsə? Əvəzlik, feil və köməkçinin hissəsi. Modal söz istisnadır. Səbəb odur ki, modal sözdən sonra vergül, özündən sonra vergül tələb edir modal söz. Bunlardan sonra vergül qoyulmur. Bir də təkrarlayaq. Əgər əvəzlik, o bu əvəzliyi kim və nə suallarından birinə cavab verirsə, yəni mübtədalar onda çıxış edirsə, ondan sonra biz nə dedik? Dedik ki, vergül qoyulur. Amma ondan sonra əvəzlik, feil, bir də köməkçinin hissəsi gəlsə, vergül qoymayacaq. Məsəl üçün, indi gəlin bir misal yazım. Deyirəm ki, o mənim qələmimdir. Mənim qələmimdir. Əvvəllər deyərdik ki, o, vergül qoyardıq, mənim qələmimdir. Nə o? Amma indi elə deyil. Bundan sonra vergül qoyulmur. Səbəb nədir? Mən sözü əvəzlikdir. Əvəzlikdən sonra əvəzlik gəlsə, oradan söhbət gedir, vergül qoyulmaz. Və yaxud deyirəm ki, o qaçır. O qaçır. Oradan sonra feil gəlib, bəli. Vergül qoyulacaq? Təbii ki, qoyulmaz. O qaçır. Niyə vergül qoyulmadı? Feil gəldi. Sonra köməkçinin hissəsi qoyaq. Deyirəm ki, o da bizimlədir. O da bizimlədir. Bizimlədir. Oradan sonra nə gəlib? Dadə. Köməkçinin hissəsidir, bəli. Vergül olacaq? Olmaz. Əvəzlikdən sonra olmaz. Əvəzlikdən sonra əvəzlik gəlsə vergül olmaz. Feil gəlsə olmaz. Və köməkçinin hissəsi gəlsə olmaz. Bəs modal söz nədir? Modal sözdən dediyi istisna deyirəm ki, o əlbəttə bizə kömək edəcək. O əlbəttə gəlməyəcək. O, yəni qələmi götürüm. O əlbəttə kömək edəcək. Nəsə kömək etdi. O əlbəttədən sonra vergül qoyulacaq. O da o-ya görə deyil. Sadəcə olaraq modal söz ortada gəlsə, özündən sonra vergül tələb edir. Ortadadsa həm sağında, həm solunda vergül tələb edir. Yəni buradakı bu vergüllər o-ya görə deyil, modal sözə görədir. O əlbəttə bizə kömək edəcək. Deməli, bir də təkrarlayaq. O-dan, bu-dan sonra əgər, amma o, bu, hansı o, bu? Kim və nə suallarına cavab verən o, budan söhbət gedir. Onlardan sonra əvəzlik gəlsə, feil gəlsə və köməkçinin hissəsi gəlsə, nə olacaq? Vergül qoyulmayacaq. Yoxsa işarə əvəzliyi var. Ondan sonra onsuz da biz vergül qoymuruq. Deyirəm ki, o kitab maraqlıdır. Hansı kitab? O kitab. Onsuz da bunda biz vergül qoymuruq. Yəni istəyir bundan sonra sifət gəlsin, isim gəlsin, zərf gəlsin, nə gəlir gəlsin. Əgər o necə, nə cür, hansı suallardan birinə cavab versə, onda biz vergül qoymuruq. Bizim problemimiz mübtəda vəzifəsində kim, nə sualına cavab verən o-dan, bu-dan gedir. Yəni bizim problemimiz oradadır. Əgər mübtəda vəzifəsində olan o-dan, bu-dan sonra əvəzlik gəlsə, feil gəlsə və köməkçinin hissəsi gəlsə, vergül qoyulmayacaq. Digər hallarda qoyulacaq. Bu vergül məsələsi də belə, ümid edirəm ki, yadınızda qalar. Və bəzi məqamlarda bəzi cümlələr olur ki, oradan sonra həmin o cümlədə o-dan və bu-dan sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Məsələn, deyirəm ki, o bağa gedir. İndi burada nə bilim hansı odur? Deyə bilərəm ki, o, nəsə, Əli bağa gedir. İndi deyirəm ki, məsələn, bağın yanından keçsəm, deyirəm ki, Əli o bağa gedir. O bağa. Əgər biz bunu, onu şəxs əvəzliyi kimi düşünsək, desək ki, o bağa gedir. Bəli, bundan sonra vergül qoyacaq. Amma düşünsək ki, o bağa gedir. Bu forma dediyim tələffüzümə diqqət edin. O bağa gedir. Hansı bağa? O bağa. Artıq burada vergül qoyulmayacaq. Əgər mübtəda kimi düşünsək, vergül olacaq. Düşünməsək, vergül olmayacaq. Sonra bunu uzaqlaşdıraq. Bu vergül məsələsi testlərdə qabağınıza çox çıxacaq. Vergül qoyula da bilər, qoyulmaya da bilər. Sonra bəzi məsələlərə baxaq burada. Elə-belə əvəzliyin haqqında danışaq. Bəzən bu elə-belə əvəzliyini götürüb zərf kimi qeyd edirlər. Müdavimlər də, abituriyentlər də. Deyirəm ki, məsələn, elə
danışma. Elə danışma. Buradakı elə nədir? Deyir zərf. Niyə soruşuram? Deyir feilin yanında gəlib danışmağının tərzini bildirir ki, elə danışma. Necə danışma, elə danışma zərfdir. Xeyr, zərfin yerində işlənən əvəzlikdir. Zərfin yerində işlənən əvəzlik. Baxın, burada elə əvəzliyi heç vaxt, elə və belə əvəzliyi heç vaxt zərf olmur. Zərfin və yaxud sifətin əvəzində işlənən, yerində işlənən əvəzlik olur. Yəni, elə belə sözlərə əvəzlikdir. Məsələn, deyirəm ki, elə insanlarla yoldaşlıq etməzlər. Necə insanlarla? Elə insanlarla. Baxın, buradakı elə sözü onda sifətdir. Xeyr, əvəzlikdir. Sadəcə sifəti əvəz edib. Elə danışırdı ki, sanki özü orada olub. Necə danışırdı? Elə danışırdı. Danışmağının tərzini bildirir, düzdür. Siz bunu sintaktik təhlil edəndə zərfliyi götürəcəksiniz. Burada heç bir problem yoxdur. Amma nitq səsi kimi soruşursa, morfoloji baxımdan soruşursa, bu əvəzlikdir. Bəzən isimləşə bilir. Elələrinə üz vermək olmaz. Kimə? Elələrinə. Bu artıq ismin yerində işlənib, amma isim deyil. Yenə də əvəzlikdir. Ümumiyyətlə, elə sözü təkcə elə. Hansı məqamlarda işlənir? Baxın, əvəzlik kimi işlənir. Zərf kimi, sifət kimi işlənmir. Əvəzlik, nitq səsi kimi əvəzlik. Sonra nə kimi işlənə bilər? Yönlük hal şəkilçili isim kimi işlənə bilər. Yönlük hal şəkilçili isim kimi. Məsələn, deyirəm ki, elə, obuya xoş gəlmişsiniz. El sözünə, el, üstəgəl, ə. Elə, obuya xoş gəlmişsiniz. Bir də feil kimi işlənə bilər. Dediklərimi elə, yəni et, yerinə yetir, icra elə. Eləmək feili kimi işlənə bilər. Amma zərf kimi, sifət kimi işlənməz. Zərfi, sifəti əvəz edən əvəzlik kimi işlənər. Həmçinin belə sözü. Belə sözü də, məsələn, deyirsən ki, belə danışmazlar. Necə danışmazlar belə? Zərfi əvəz edən əvəzlikdir. Belə sözləri çox eşitmişəm. Necə sözləri? Belə sözləri sifəti əvəz edən əvəzlikdir, sifət deyil. Sonra deyirəm ki, belə məsələn, mazı yaxmazlar. Bu belə məsələ, belə də bəzi şeyin diqqətimi çəkdi. Bunu deyim sizə. Mazı belə yaxmadı. Fikirləşirəm ki, elə bir cümlə qurum. Mazı belə yaxmadı. Buradakı bel sözünü necə? Məsələn, mazı belə yaxmadı. Yəni, belə yaxmadı, elə yaxdı. Tutaq ki, sən kimisə belindən mazı yaxırsan, deyirsən ki, yox, həkim mazı belə yaxmadı. Yəni, sən səhv yaxırsan. Bu, tutaq ki, biraz yuxarıdan başlamalıydın aşağı. Yəni, sən aşağıdan yuxarı başlamısan, fərqi yox. Yəni, belə yaxmadı. Bu cür düşünsək, bu olacaq əvəzlik. Amma nəyi əvəz edib? Zərfi əvəz edib, düzdür? Mazı belə yaxmadı. Yəni, elə yaxdı, belə yaxmadı. Əvəzlikdir, amma nəyi əvəz edib? Zərfi. İndi belə bir formada işlədim ki, mazı belə yaxmadı. Yəni, belinə də, kürəyinin aşağı hissəsinə belə yaxmadı. Həkim tutaq ki, mazı beli üçün yazır, o da götürüb əlinə yaxır. O da deyir ki, yox, mazı, həkim deyir, yaxdı, deyir, yox, mazı belə yaxmadı, elə əlinə yaxdı. Yəni, belinə yaxmadı. Əlində bir maz var, başqa bir cümlə kimi quraq bunu. Deyirsən ki, bu mazı belə yaxmazlar. Yəni, belə yaxmazlar, ələ yaxarlar, ayağa yaxarlar. Yəni, kürəyin aşağı hissəsindəki belə yaxmazlar. İsimli, yönlü hal şəkilçisi qəbul etmiş isim kimi işlədə bilərik. Əvəzlik kimi işlətdik. Yönlü hal şəkilçili, belə deyək, isim, üstəgəl yönlü hal şəkilçisi. Təkcə isim kimi yox. Yəni, orada sözün kökü beldir. Sonra başqa necə işlədə bilərik? Ədat kimi işlədə bilərik. Məsələn, deyirəm ki, mazı belə yaxmadı. O deyir, Allahın suyunu belə vermədi. Mazı belə vermədi, yaxmadı. Artıq buradakı belə olur nə? Ədat. Mazı belə yaxmadı. Yəni, bir maz istəmişdim, onu belə eləmədi, onu belə almadı, yaxmadı və s. Yaxma cümləmizi istəmirəm dəyişəm, mazı belə yaxmadı. Artıq buradakı belə nədir? Ədat kimi işlədir. Deməli, biz necə işlətdik? Əvəzlik kimi işlətdik, yönlük hallı isim kimi işlətdik, bir də
necə işlətdik? Ədat kimi işlətdik. Sonra diqqət edək nəyə? Yazıram ki, bu tip testlər azlıq təşkil edəsə də topluda səhvləməsə var. Cəmilgil 3-cü binada yaşayır. Əhməd də həmin binada olur. Bu cümlə. Əhməd də həmin binada yaşayır. Burada testin şərtində nə soruşur? Altından xətt çəkilmiş əvəzlik nəyi əvəz edib? Dərhal götürürlər ki, həmin binada yaşayır. Hansı bina? Həmin bina. Və salam. Nəyi izah elədi? Sifəti. Və səhvə yol verirlər. Bəs nəyə əvəz edib müəllim? Baxın da, həmin bina, hansı bina? Həmin bina. Cavabını belə verək ki, əgər olsaydı ki, məsələn, təkcə belə, həmin bina uçdu, həmin bina uçdu. Hansı bina? Həmin bina. Burada sifəti əvəz eləyərdi. Sifəti eləyərdi. Amma burada cümləni bütöv oxuyaq. Cəmilgil 3-cü binada yaşayır. Neçənci binada? 3-cü binada. Əhməd harda yaşayır? Əhməd də həmin binada. Deməli, həmin nədir burada? 3-cü binadır da. 3-cü. Deməli, buradakı həmin nəyi əvəz edib? Sifəti yox. Nəyi? Sayı əvəz edib. Cümləyə görə dəyişir. Aşağıdakı cümlədə, yəni burada sifəti əvəz edib, yuxarıdakı cümlədə sayı əvəz edib. Cəmilgil 3-cü binada yaşayır. Neçənci binada? Bəs Əhməd hansı binada, neçənci binada yaşayır? O da 3-cü binada yaşayır. Ona görə də buradakı həmin əvəzliyi sifəti yox, sayı əvəz edib. Səbəb də vergüldən soldakı olan cümlədir. Sonra uzaqlaşdıraq bunu da. İndi keçək təyini əvəzliklərə. Təyini əvəzliklər hansılardır? Hər, bütün, filan, eyni, öz. Hər, bütün, filan, eyni, öz. Bunların hamısı təyini əvəzliklərdir. Təyini əvəzliklərdən hər əvəzliyi mənsubiyyətə görə dəyişmir, hallanmır. Məsələn, mənim hərim, sənin hərin olmur. Və yaxud hər, hərin, hərə, həri, hərdə, hərdən olmur. Hərdən olur, hərdən zərfdir. Oradakı dandan hal şəkilçisi deyil. Bütün haqqda birazdan danışacağım. Gəlin öz haqqında danışaq birinci. Öz əvəzliyi ancaq isimləşəndə, yəni ismə aid xüsusiyyətləri qəbul eləyəndə, hal şəkilçisi mənsubiyyəti qəbul eləyəndə müstəqil cümlə özü olur. Amma isimləşməyəndə, tək olanda öz sözlə, yəni özüm, özünüz belə olmasa, tək olsa müstəqil cümlə üzvü olmur. Onu bütöv tərkib hissə kimi götürüb təhlil edirik. Məsələn, özüm getmişdim, müstəqil cümlə üzvüdür. Getmişdim, kim? Özüm. Gəlin, belə bir götürək. Getmişdim, xəbər, düzdür. Kim? Özüm, mübtəda. İndi gətirərsən, xəbər, nəyi? Kitablarını, tamamlıq. Hansı kitablarını? Öz kitablarını təyin. Əgər belə təhlil etsəniz, səhvə yol vermiş olacaqsınız. Nəyə gətirərsən? Öz kitablarını bütövlükdə təhlil olunur. Bir daha deyirəm, öz sözü təkdirsə, yəni yanında bir şəkilçisi yoxdursa, özüm, özünüz və s. bu şəkilçilər yoxdursa, mənsubiyyətə görə dəyişməyibsə, isimləşməyibsə, gəlin belə deyək, isimləşməyibsə, biz onu müstəqil cümlə üzvü götürə bilmərik. Yox, əgər isimləşibsə, ismə aid xüsusiyyətləri daşıyırsa, biz həmin özü müstəqil cümlə üzvü kimi götürə biləcəyik. Bir də bəzi məqamlarda öz əvəzliyinin işlənməsi zəruri olur. Yəni onu işlətməsən bilmək olmayacaq ki, buradakı söz neçənci şəxsə aiddir. Məsələn, yazıram ki, Əhməd kitabını götürdü. Buradakı kitabını sözü biz bilmirik neçənci şəxsə aiddir. Əhməd sənin kitabını götürüb, yoxsa öz kitabını götürüb. Nə bilim, hansı şəxsə aiddir. Ona görə də burada öz sözünün işlənməsi zəruridir ki, bilinsin 3-cü şəxsə aiddir. Yox, işlənmirsə, bilməyəcəyik bu 2-ci şəxsə aiddir, yoxsa 3-cü şəxsə aiddir. Əhməd kitabını götürdü. Sənin kitabını, yoxsa öz kitabını bilmirik. Ona görə də bu öz əvəzliyinin işlənməsi burada vacibdir, əgər 3-cü şəxsin təkinə aiddirsə. Bu belə. İndi keçək hər sözü haqqında danışaq. Bayaq dedim hər haqqında əslində. Amma hər an,
hər gün, hər saat bu sözlərin tərkibindəki hər sözü nədir? Yadınıza saxlayın. Hər sözündən sonra işlənən söz, yəni hər an, hər gün, an, gün, saat, zaman, vaxt, bu sözlər hər sözündən sonra işlənən söz özü müstəqil deyilsə, bütövlükdə götürürük. Hər sözünü bütövlükdə götürürük zərf kimi, zaman zərfi kimi. Məsəl üçün, hər an çox danışırdı. Və yaxud deyirəm ki, hər gün əziyyət çəkirdi. Əziyyət çəkirdi. Bunu ayıra bilmərəm. Gün əziyyət çəkirdi, hər gün, nə zaman, hər gün. Bütövlükdə hər günü götürürük. Yəni, gün əziyyət çəkirdi, sonra hansı gün, hər gün əziyyət çəkirdi deyə bilmərəm. Çünki gün əziyyət çəkirdi deyə bir söz ola bilməz. Gün əziyyət çəkirdi. Ona görə də bunu biz bütövlükdə zaman zərfi götürürük, hər gün və salam. Amma əgər ondan sonra işlənən söz ayrılıqda bir cümlə üzvü olursa, müstəqil işlənə bilirsə, onda hər sözünü ayrıca götürə bilirik. Məsələn, hər anın hökmü var. Var, nə var? Anın hökmü vardı. Anın hökmü var. Hansı anın? Hər anın. Artıq burada biz həri ayırdıq, dedik, buna təyini əvəzlik. Bu həmçinin hər gün, hər saat, hər vaxt, hər zaman bu tip sözlərə də aiddir. Artıq misallarla sizin beyninizi yormaq İstəmirəm, buna uyğun misalları özünüz də tərtib eləyə bilərsiniz. Sonra gələk biz bütün əvəzliyindən danışmağa. Bütün sözü dilimizdə həm əvəzlik, həm də sifət kimi işlənir. Bəs necə ayıracağıq bütün sözünü? Cümlədəki bütün əvəzlikdir, yoxsa sifətdir? Yadınıza saxlayın. Bütün əvəzlik ismi aid şəkilləri qəbul eləmir. Yəni, nə cəm, nə hal, nə mənsubiyyət, nə şəxs şəkilçisi bunları qəbul eləmir. Əgər cümlədəki bütün sözü hallanıbsa və yaxud cəm şəkilçisi qəbul edib, nəsə ismi aid bir şəkilçisi qəbul eləyibsə, deməli o əvəzlik yox, sifətdir. Məsələn, bütünü bölmə. Nəyi? Bütünü. Bütünü bölmə. Nəyi bölməyin? Bütünü. Yəni, tamı da tam. Sifətdir bu. Hardan bilirəm? Çünki bütün sözünə artırılan ü şəkilçisi var. Buradakı ü nəyin şəkilçisidir? Təsirli halın şəkilçisidir. Və biz də dedik ki, bütün əvəzliyi hal şəkilçisi qəbul etmir. Ona görə də biz dərhal buna deyirik ki, əvəzlik yox, sifətdir. Təyin əvəzlik haqqında da bu qədər elə bilirəm kifayət eləyər. İnsə keçək sual əvəzliyinə. Sual əvəzliyi bütün nitq hissələrinin suallarıdır. Nitq hissələrinin suallarını harda görsəniz, onlar sual əvəzlikləridir. Məsələn, nəyə baxırdı? Necə mənzərədir? Hansı sıra? Kim gəlmişdi? Nə dedilər? Və s. Bunların hamısı nədir? Sual əvəzliyidir. Və nəyi əvəz edib, onu da bilmək üçün hansı nitq hissəsinin sualını daşıyırsa, həmin nitq hissəsini də əvəz edib. Nəyə baxırdı? Nəyə nədir? İsmin sualıdır. Kitaba baxırdı, məsələn, yerinə bir söz qoyun. Necə mənzərədir? Gözəl mənzərədir. Yəni, necə sözünün hansı nitq hissəsinə aid olduğunu, hansı nitq hissəsini əvəz etdiyini bilmək üçün onun yerinə bir söz qoymaq lazımdır. Hansı sıra? Neçənci sıra? Neçənci də ola bilər? 3-cü sıra. Bunların hamısı nədir? Sadlanır. Kim gəlmişdi? Əhməd. Kim gəlmişdi? Əli və s. Yəni, sual əvəzlikləridir. Sual əvəzliyi bütün nitq hissələrini əvəz edir, hətta əvəzliyin özünü də. Sual əvəzliyində belə çətin bir şey yoxdur. Sadəcə biraz diqqət tələb edir ki, nəyi əvəz etdiyini biləsiniz. Onda əvvəlki nitq hissələrini bildiyinizə görə heç bir problem yaşanmır. İndi keçək əvəzliklərin amonimliyindən danışmağa. Bəzi əvəzliklər var ki, dilimizdə amonimlik təşkil edir. Birincisi, şəxs və işarə əvəzliyidir. Əslində bunun haqqında danışdıq, amma yenə də bir kəlmə ilə ümumiləşdirək ki, şəxs əvəzliyi o-la, işarə əvəzliyi o bir-birinə amonimdir. Bəs bir-birinə necə ayırır? Birincisi, vergül varsa o-dan sonra bu şəxs əvəzliyidir. Bu öz yerində. Yəni, işarə əvəzliyi o-dan sonra vergül qoyulmaz. İkincisi, bəs axı, bəzən şəxs əvəzliyi o-dan sonra da işarə vergül qoyulmurdu axı. Onda necə eləyəcəyik? Onda da sualına baxacaq. Əgər o əvəzliyi necə nə cür hansı sualına cavab verirsə, bu işarə əvəzliyidir. O kitab mənimdir, o qələm, o dəftər, o insan, o söz hamısında necə sualına cavab verir və işarə əvəzliyidir. Vəssalam. Şəxs əvəzliyi isə
kim, nə suallarından birinə cavab verir. Sonra keçək necə. Necə sual əvəzliyi, bir də var necə ədatı. Sual əvəzliyi, necə gəldin, necə danışdı, necə baxır və s. Ədat kimi necə işlənər? Deyir, necə böyük şəhərdir, necə gözəl gündür və s. Yəni, bir suala cavab vermir ədat. Bir də qarışdırılan məqam odur ki, necə sual əvəzliyi demək olar ki, həmişə sual mövqeyində dayanır. Məsələn, necə gəldin? Yaxşı gəldim. Necə danışır? Yaxşı danışır. Rahat gəlib çıxdım və s. Amma bəzi məqamlarda isə bu mürəkkəb cümlədən danışanda daha sizə aydın olacaq bu. Mürəkkəb cümlənin tərkibində işlənən bağlayıcı sözlər olur ki, onlar işarə əvəzliyi ilə ifadə olunur və özünün suallıq funksiyasını itirir. Yəni, sual daşımaq funksiyasını itirir. Məsələn, necə demişdin, elə də yazdım. Əgər necə sözündən sonra, təkcə necə yox, məsələn, sual əvəzliklərindən sonraki cümlədə onun qarşılığı varsa, necə demişdin, elə də yazdım. Necə demişdin və necə gəlmişdi, elə də getdi və s. Yəni, bu tip sözlərdəki necə də, necə sözü də sual əvəzliyi sadəcə olaraq mürəkkəb cümlənin tərkibində işləndiyinə görə özünün suallılıq funksiyasını itirib. Sonra baxaq biz. Biz həm var çəkməsinin o iynəsi kimi ayaqqabını tikməyə, biri də var biz əvəzlik. Məsələn, mən, sən, o, biz, siz, onlar. Sonra baxaq nə. Nə sözü də həm sual əvəzliyi kimi işlənir, həm də ədat kimi işlənir. Sual əvəzliyi kimi özündə demək olar ki, həmişə suallıq daşıyır. Nə dedin? Dedim ki, Vəli gələcək. Məsələn, cavab var da, sual var. Amma ədat kimi nə gözəl binadır. Nə ilə necə, necə böyük şəhərdir, nə gözəl binadır, nə gözəl səhərdir. Burada artıq nədir? Ədatdır. Əlavə olaraq necə ki, necə əvəzliyində danışdıq. Bəzən mürəkkəb cümlənin tərkibində nə sözü də necə sözü kimi suallılıq funksiyasını itirir. Məsələn, deyirəm ki, nə demişdin, onu da yazdım. Nə demişdin, onu da yazmışam. Artıq buradakı nə sual əvəzliyidir. Bu məsələlərə diqqət edin. Sual məzmunu daşımasa da buradakılar sual əvəzliyidir. Nə ilə, necə. Sonra kimi. Kimi var qoşma, kimi var əvəzlik. Məsələn, deyirəm ki, kimi qulaq asır, kimi də durub gedirdi. Kimi. Yəni, hər hansısa bir qeyri-müəyyən əvəzlik. Bir də var ki, pələng kimi, at kimi, dağ kimi, külək kimi, nə olur olsun, yəni necə sualına cavab verir və birləşir həmişə özünün əvvəlki sözə. Olur qoşma. Qoşmanı keçəndə bunu daha yaxşı mənimsəyəcəksiniz. Sadəcə olaraq indiki testləri rahatlıqla həll edəsiniz deyə bunu məcburam ki, sizin nəzərinizə çatdırım. Sonra keçək indi elə-belə əvəzliyinə. Elə-belə əvəzliyi haqqında əslində bayaq izahını verdim. Hətta burada yazılandan da çox izah vermişəm. Ona görə ehtiyac yoxdur elə-belə əvəzliyi haqqında bir də danışıb sizin vaxtınızı əlavə olaraq alım. Danışacağım ümumiyyətlə əvəzliyi ilə bağlı bu qədər. Ola bilər ki, nəyisə yadımdan çıxarım. Onu da test üzərində onsuz da testdə A-dan E variantına qədər izah edirəm. Orada da elə söz-sözü çəkir və bəzən dərsdə demədiyimi, deməyi unutduğumu test üzərində də izah edirəm. Oldu, sağ olun, hələlik, Allah amanda qalın.